Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Kanala abunə olub, like verməyinizi unutmayın. Telegram kanalıma da keçin, Telegram kanala da abunə olun. Orada sizin üçün gözəl bir kitabı paylaşacağım. Öz takipçilərim onu, belə deyək də, pulsuz əldə eləyəcəklər, baxacaqlar və hər marketə gedəndə, mağazinə gedəndə özləri üçün instruksiya eləyə biləcəklər. Və bugünkü videoda mən sizə söyləyəcəm hansı məhsullardan mağazində, marketlərdə, hansından uzaq gəzmək lazımdır, konkret uzaq gəzmək lazımdır. Ona görə ki, həmən məhsullardan özünüzə, uşaqlarınıza, həyatınıza təhlükədir, xəstəlikdir. Bunların hamısı nakopitelli xarakterlə yığılır bədəninizdə. Bu günləri tam açıq söhbət eləyəcəm. Və əgər tapılsa elə bir insan, mənə qarşı çıxıb deyə bilsə, mən dediklərimi atritsat eləyə bilsə, mən çıxıb sizdən üzr də istəyəcəm. Amma bugünkü gündə marketlərdə satılan zəhərli maddələrdən deyim, yoxsa onlar sintez olanda zəhərlənən də deyim insanda xəstəliklərə gətirən məhsullardan danışacağıq. Davam eləyək, mənimlə olun. Hə, gözəl insanlar. Biz davam elədiyimizə görə mən sizə bu günləri belə bir yağın zərərindən danışacağım. Konkretni, beləsi, yəni firmasına baxmayaq, gözəl insanlar. Məni xahiş edirəm deyəndə, mən söz deyəndə, mən konkretni, necə deyim, xeyirli olan sözlərdən deyirəm. Bu rafinə olmuş yağ, tərkibində heksan olan bir yağ, ximyəvi bir yağdır. Yəni bunların hamısını, necə deyim sizə, əldə gətirmək üçün dezodorasiya olur. Düzdür, düzdür. Bu vımarajvıtsa olur. Tərkibində əslində semişqadan qalan nə vitaminlər varsa da marketlərdə gedib görürsünüz, polkalarda yazırlar. Bu üstündə yazır filan vitamini var, bu vitamini var. Hətta bəlkə də buna da yazıbdır. Hə, güya vitamin Y var. Bu 240 dərəcəyə qədər qızdırılır. Bunun içində heç bir vitamin yoxdur belə yağların. Heç birində. Brendindən asılı olmayaraq, istəyirsiniz 3 manatlıq olsun, istəyirsiniz 53 manatlıq olsun. Tərkibində heç bir elə şeylər yoxdur. Yəni bunlarla da siz evinizdə yemək bişirəndə, bu əslində hansısa bir adicə kartoşka qızardanda bunda, kartoşka qızardanda. Yəni bizdə dəqiqə adı yadımda qalsın deyə yazmışdım özümə. Akrilamid deyilən bir zərərli maddə əmələ gəlir kraxmalla qarışanda. Həmən onu da biz yeyirik və insan yeyir, insanın bədənində böyük fəsadlara gətirir, çıxardır. Siz fikir verirsinizsə də nə qədər onkoloji xəstəliklər, nə qədər rak xəstəlikləri əmələ gəlir. Bunların hamısı hətta, belə deyim, siqaret çəkməyən, içki içməyən qadınlar belə evdə yemək bişirə-bişirə o fəsadlara gətirib çıxardır. Belə yağların evdə istifadə olunması. Mən sizə əslində bir söz deyim, yəni mənsiz də araşdıra bilərsiniz. Allah'a şükür 21-ci əsrdir. Siz yəqin ki bilirdiniz ki, yoxsa bilmirdinizsə də kommentarlarda bunu yazın, mənə maraqlıdır. 1990-cı ilə qədər, bütün fast foodlarda mal piyindən, yəni qavyaji jır, mal piyindən, bütün kartoşka frisidir, odur, budur, hamısı onunla həll olunurdu. Sonra isə bir dənə məqam gəldi. Hansısa korporasiyada işləyən bir dənə çox bilmiş, yekəbaz, pula görə özünü satan insan dedi ki, gəlin bunların hamısını bitki yağlarında eləyək. Bitki yağları deyiləndədir ki, ən ucuz bitki yağları, yəni korporasiyaların hamısı pul arxasınca düşür. Yadınızda saxlayın. Siz bilirsiniz ki, bir dənə semişka yağlarının korporasiyaları dünya üzərində, dünya statistikasına baxaraq il ərzində qazandıqları pul 5 trilyon dollar pul eləyir. Yəni bunun hamısı mən dünya üzərində deyirəm də, tək Azərbaycanı demirəm. Azərbaycana da əlbəttə ki, öz dolyası düşür. Yəni bunların, bax bunda olan, necə deyim, indi bir dəqiqə deyəcəklər, filan qurum yoxladı, o qurum yoxladı, qurum bilmirəm. Mən əslində istəyərdim ki, tam açıqlama, marifli olmalıdır ki, insanlar bilsinlər ki, belə yağlar heksandan olur, belə yağlar zərərlidir insanın bədəni üçün və belə yağlarda bişirməkdənsə da mal piyində, heyvan yağında bişirmək daha məsləhətlidir. Daha gözəldir, daha sağlamdır. Yəni mağazinə gedəndə belə yağlardan mən sizə tövsiyə edirəm uzaq gəzəsiniz.
Səmimi ürəklə deyirəm, açıq deyirəm. Bax belə bitki bir şey yağlarından, semişka yağısıdır, qardalı yağısıdır deyənlər, siz bir dənə düşünün ki, qardalı yağı deyilən bir şey yoxdur. Qardalıdan yağ çıxartmaq üçün süd qardalının nə qədərini istehsal olunur. Bunlar hamısı jımıqdan, heksanla, rastvaritillə, benzanolla əmələ gələn yağlardır. Özünüzə ziyan vurmayın. Sonra nə deyəcəkdim? Sonra indi dalşı keçəcəyik. İndi isə nədən uzaq gəzməyinizi sizə tövsiyə edirəm? Ultra emal olmuş məhsullardan. Yəni bu barədə bu ketçuplardır, bu nə bilim mayonezlərdir, bunların hamısıdır. Yəni bugünkü gündə burada fikir verəcəksiniz. Podskaska olacaqdır, link olacaq bu tərəfdə. Çıxarsınız, baxarsınız, kameramanımız Madiri ha tərəfi göstərim. Həmən knopkanı tıklayarsınız, baxarsınız. Bütün bu ketçuplar barəsində də video düzəltdim. Ketçupu necə düzəldib evdə özünüz təbii yeməyinizi də sizə göstərdim. Ən çox uşaqlar yeyir bunu. Uşaqlarınızı öz əlinizlə zəhərləyib, öz əlinizlə xəstələndirib, sonra necə deyim, bu uşaqların gələcəkdə problemləri olanda və yaxud xəstəliklərə tutulanda Allah uzaq eləsin. Ehtiyac, yəni daha necə demək, ölən ölür, itən gedir. Nə deyəcəkdim? Bu ultra emal olmuş məhsullardan. Siz təsəvvürünüzə gətirin ki, güya pomidor üstünə qoyublar. Hə, gluten yoxdur, pomidordandır. Pomidordur. Pomidorun içinə pomidoru əzirlər, içinə glukomatlar, emulgatorlar, nə bilim nələr, yelər, belər, nə qədər şeylər əlavə olunur bunların hamısının içinə. Və təzədən bu insanlar, biz də ki bunları qəbul eləyincə, budur. Təsəvvürünüzə gətirin, bunun içində özünün əlavələri var. İnsan kimi bir məntiqli düşünəyin də, bunun içində özünün kimya əlavələri var. Bunun içində özünün kimya əlavələri var. Bunların hamısını bir-birinə qarışdırırlar. Yeri gəlsə, nədir onun adı? Marinad eləyəndə əti marinad eləyirlər. Götürürlər bundan, mayonezi, kimya bombası hazırlayıb, bədəninizə yeyib, özünüzü zəhərləməkdənsə da və yaxud restoranlara deyirəm, şadlıq evlərinə deyirəm, hər povarın ağlına buyurduğum, biz Hindistan deyilik. Siz əslində bilirsinizmi ki, heç Avropada çox məhsulların üstünə, indi pendirin də şeyini söhbət eləyəcəm sizə, Azərbaycanda pendir də satırlar. O da ultra emal olunmuş məhsuldur. Mozarelladır, Hollandiyadır, yeni gəlibdir, hamısını töküblər o nədir onun adı, cəmaatın qabağına. Əslində Avropada belə həmən elə məhsulların tərkibində 53%-dən əksik, 53% heç olmasa, 53%-dən artıq pendir məhsulu olmasa, ona pendir demək olmaz, qadağandır. Və Azərbaycanda da onu kimi Agataya demək istəyirəm, o yoxlayanlara demək istəyirəm, gedib cərimə yazmaqla məşğul olanlara demək istəyirəm. Ən vacib onu yoxlayın ki, gətirib cəmaata soya məhsullarını, bitki məhsullarından hazırlanmış pendirləri cəmaata deməsinlər ki, yalandan bu pendirdir. O yalancıdırlar. Pendir deyil. Heç biri onların pendir deyil. Yalandan cəmaata onu sırıyıb, cəmaatı zəhərləyib, xəstəxanalıq eləməyin. Və onu demək istəyirəm. Kameramanımız üzümə baxır, görür ki, biraz yenə əsəbləşməyə başlayıram. Özümdən asılı deyil, yalancılıq görəndə, yəni insanları eşşək yerinə qoyan satıcılar görəndə, nə bilim, pula görə hər bir hərəkəti eləyən satıcılar görəndə, gətirib hər bir məhsulu yersiz insanlara satmaq istəyən insanları görəndə əsəbləşirəm. Ona görə ki, Azərbaycan da bir müasir dövlətdir. Azərbaycanda da insanlar yaşayır. Azərbaycandakı insanları eşşək yerinə qoyub gətirib bütün dünyanın atxodunu yedizdirmək olmaz. Azərbaycanlılara da demək istəyirəm ki, özümünkülərə, mən də Azərbaycanlıyam. Biraz gözü açıq olaq. Gedib hər bir gətirilən, ucuz deyilən bir şeyə pulunuzu verib, öz pulunuzdan özünüzü zəhərləməyin. Öz pulunuzdan özünüzə xəstəlik qazanmayın. Öz pulunuzdan özünüzü apteklərin klientləri eləməyin. Biraz göz açıq olun. Belə məhsullardan uzaq gəzin mağazinlərdə. Özünüz evdə düzəldin. Bunu tamamilə rahat eləmək olar. Rahat bir şəkildə eləmək olur. Sadəcə ərincəklikdir. Bunların hamısıdır. Təəssüflər olsun ki, bizim insanları belə şey eləyirlər. Bir daha deyirəm. Kanala abunə olub, komentarlərdə öz fikirlərinizi də mən bu çəkdiyim videolardan deyə bilərsiniz. Və dediyim kimi, yuxarıda podskaska var idi. Keçən bayaqlarda bundan danışırdım. Yağın da podskaskası var idi. Keçib orada da bütün o videoların hamısını gedib bir-bir Azərbaycanda satılanlara almışam, çəkmişəm, söyləmişəm, danışmışam. Davam eləyək.
İndi isə uşaq məhsullarından danışacağım sizə. Yenə də burada fikir verirsiniz, həmən videonun linki var. Azərbaycanda satılan 90% uşaq məhsullarının, uşaq yeməklərinin, uşaq peçenliklərinin, həkimlər deyir, dişi çıxanda spot peçennisidir, odur, aptamilidir, nutrilonudur. Bunların hamısı uşaq yeməklərinin içi palma yağı ilə doludur. Nəyə görə mənə maraqlıdır? Avropada satılan həmən uşaq məhsullarının içində palma yağı olmur, qadağa qoyur ki, uşaqlara palma yağı, uşağın bədəni onu əridə bilmir, böyük insanın bədəni əridə bilmir. Olmaz. Azərbaycana gələn məhsulların içində həmən o palma yağları olmalıdır. Və palma yağlarında apravdıvıt eləyirlər. İnsanlara mən ona diqqət yetirmək istəyirəm, cəmaatımız nədənsə ona diqqət yetirmirlər. Peçenliklərdə, nə bilim, peçenyadır, uşaq spot şeyləridir. Videoda da görəcəksiniz. Bunların hamısını alıb, videoda da linki var burada. Baxın, orada göstərirəm. Niyə bunlara diqqət yetirmirsiniz? Niyə bunlara fikir vermirsiniz? Niyə özünüz öz pulunuzla, öz əzizinizi, uşağınızı elə bir məhsulları ala-ala zəhərləyirsiniz? Yəni bu belə şeylərdən uzaq gəzmək lazımdır. Deyəcəklər indi, indiyənə kimi hamı yeyirdi. Siz bir dəfə ömrünüzdə kimsə bir maraq eləyibdimi Azərbaycanda statistikadan nə qədər körpə uşaqlar onkologiyadan rəhmətə gedibdi? Nə qədər körpə uşağın bağırsağında əməliyyatlar olubdu? Nə qədər körpə uşaqlar bağırsaq xərçəng xəstəliyindən rəhmətə gedən olub, qalan olub, uda bilib, uda bilməyən olubdu. Bunların hamısı bu dediyim kimi bu gələn bu maddələr hamısı hətta genetikanı razruşat eləyir. Bunların hamısına bir ən azından ilk öncə nədədir? İnsanlarımızın özü, yəni siz, mən, cəmiyyətimizin özü buna diqqətlə yanaşsa, hər bir başını aşağı salıb qabağına qoyula hər bir şey belə alıb yeməsə, biraz istehsalçılar da, gətirənlər də, bunu idxal eləyənlər də diqqətlə yanaşacaqlar ki, bizim millət qoyun deyil və o qoyun kimi qabağına töküləni yeməyəcəkdir. Yəni belə bir məqamla yanaşmaq lazımdır. Öz sağlamlığınıza, özünüz nəsə alırsınızsa da, yeyirsinizsə də, uşaq yeməklərinin hamısının 90%-ına səmimi deyirəm. Azərbaycanda gedib gözümlə görmüşəm, əlimlə götürüb oxumuşam. Oxuyanda da hətta deyirdilər ki, elə bir dənə sən ağıllı sənsən, hamı dəlidir. Yox, hamı dəli deyil. Hamı prosta belə deyim, fikir vermir. Mən istəyirəm ki, bu şeyə president yaradıram. Fikir verin, diqqət yetirin ki, bu məhsulların içində niyə palma yağı olmalıdır? Niyə siz öz əzizinizi, öz evladınızı, öz belə deyim, öz doğmanızı zəhərləyirsiniz öz pulunuzla, özünüz bilə-bilə də, bilməyə-bilməyə də, çox vaxtı bilməyə-bilməyə və yaxud bilən də ki, içində var, elə ona Azərbaycanda bilmirəm necə düzgün tərcümə eləyim. Rusunda qəşəng bir söz var, stadное чувство. Yəni sürü hissiyyatı. Baxın, tərcümə elədim. Sürü hissiyyatı. Yəni bir nəfər əgər bunu 5 nəfər bunu alırsa, 6-cı, 7-ci hamı gəlir ondan alır, yeyir. Sabahsı günləri balnisaların, apteklərin qabağında qalır insanlar. Belə bir şeylərdən biraz uzaq olaq. Belə bir şeylərdən, yəni gedib marketlərdə alanda diqqət yetirin. Tərkibini oxumaq da bir qıraq. Yəni ən vacibi oxuyursunuz, çoxsu yazırlar. Amma tərkibində palma yağı olan məhsulu alıb yeməyin. Ona görə ki, palma yağı əslində sizə onu da izah edeyim. Palma yağı Orta Asiyada, Mərkəzi Asiyada daha doğrusu və Uzaq Aziyada olan, Malayziyada zətdə buralarda olan palma yağı birinci ocumu əslində normal bir şeydir. Onlar ondan qidalanırlar, onlar da normaldır. Amma gəlib Azərbaycana, Özbəkistana, Qazaxstana, Rusiyaya, yəni bu tərəflərə gəlib çıxan hamısı texniki palma yağlarıdır. Və palma yağlarını əlavə eləyərək insanları bu dərəcəyə çatdırıb, bu dərəcədə xəstələndirib, nə qədər insanlar şikəst olur, nə qədər insanlar əslində qocalanda da elə bir xəstəliklərdən ölüb gedirlər ki, Allah'ın da olsun, belə baxsan deyirsən ki, dünyada bu boyda şey görmədim. Azərbaycana zəng eləyib danışıram, filan kəs rəhmətə getdi, bu rəhmətə getdi, o rəhmətə getdi, bu rəhmətə getdi. Bu boyda adam 50 yaşında, 60 yaşında, 55 yaşında rəhmətə getməyə bu bir fəlakətdir. Bu elə belə sıravi bir şey deyil. Və onu demək istəyirəm ki, hər kəs bu videonu izləyən bir şey anlamalıdır ki, Maya Xataskraya nичего не знаю söhbəti deyil. Hamı eyni mağazinə gedir, hamı eyni məhsulları alır və bu məhsullara biz sizlə diqqət yetirməsi gələcəkdə indi belə deyək, 60 yaşına kimi cəmaət yaşayırsa da, birazdan keçəcəkdir, cəmaət yaşayacaqdır 50 yaşına kimi.
Onda da çıxıb o bir dənə deputat var idi, çıxıb danışırdı, onu da deyim, vallahi elə sözü yeri yoxdur sözün, amma deyəcəm. O çıxıb deyir, mənim günahımdır, siz 500 manat işləyirsiniz. İndi cəmaət, indi kimin günahıdır gedib belə palma yağlı uşaq yeməkləri və başqa yeməklər gətirib satırılır Azərbaycanda. Buna da diqqət yetirin. Siz də sual verməyi bacarın. Davam eləyə, indi keçəcəm başqa məhsula. İndi isə gözəl insanlar, nəyi kateqorически sizə məsləhət görmürəm alıb yeməyə? Tam məsləhət görmürəm heç bir sosiskanı marketdən alıb yeməyə. Nə bilim, nə firması olur olsun, Səba, Hacı Turqay, Hicaz, nə bilim, Sevimli Dad, Sevimliyən Dad, manqal üstü, manqal altı, manqal böyrü, kalbasalardır. Bunların hamısı xəstəlikdir və içindəki olan nişastalar, kraxmaldır. Modifikasiya olmuş kraxmallardır. Sonra qardalı nişastasıdır. Bunların hamısı da gətirir, dediyim kimi bayaqları. Bir dəqiqə üzr istəyirəm. Bircə dəqiqə. Bu akrilamid əmələ gətirməyinə qarışanda bunların hamısı həmən məsələlərdir. Bax, bu kalbasada onu kimi. Qırmızı kalbasa, violini deyirlər. Bax, bu belə kalbasaların içində, yəni bunu istehsalçısından dəxli yoxdur. Azərbaycan, Rusiya, Amerika, nə bilim, Bangladeş, hara olur olsun. İstəyirsiniz gözünüzün qabağında olsun. İçinə nitritlər vurulur, içinə natriylər vurulur, içinə yelər, beylər, rəhləşdiricilər. O qədər zirt-zivil vurulur ki bunun içinə. Dünya Sağlamlıq Təşkilatında ən birinci kanserogenlərdən birinci sayılır bu. Yəni, rak xəstəliyinin anasıdır. Bulardır. Bunların heç birini sizə məsləhət görmürəm, tövsiyə eləmirəm. Heç bir firmasını alıb yeməyə. Atxodları gətirib bazarlarda 5 manata, 3 manata satırlar. Zirt-zivil ətlərdir. Bunların ən azından səhər-səhər durub uşağınıza bunu yedizdirəndə bilin ki, uşaqlarınıza, evinizdə, ailənizə zəhər yedizdirirsiniz öz pulunuzla. Yəni, burada da link görəcəksiniz. Kalbasalar barəsində Azərbaycanda satılan kalbasalardan alıb hamısını yoxlamışam. Sosiskalardan alıb hamısını yoxlamışam. Hamısından video çəkmişəm. Hamısına sizə diqqət yetirmək istəmişəm. Və onu da sizə deyim. Mən bu barədə videolar çəkməyə başlayanda Azərbaycanda belə şeylərə çox diqqət yetirilmirdi. Və sonra gördülər ki, cəmaət təbii axtarır. Biri gətirdi, hərəsi gətirdi mağazində bir dənə ət maşınını qoydu. Dedi, bax, bağırsağın içinə mən bunu doldururam, satıram. Yadınızda saxlayın. Sosiskanın, kalbasanın saxlama müddəti 21 gündən, patoloku 30 gündən artıq ola bilməz. Yadınızda saxlayın. Və o heç bir istehsalçıya xeyir eləmir. Ona görə də içinə o qədər ximiya vurulur və ən vacibi kraxmalı niyə vururlar? Kraxmal napalnitildir, yəni bir doldurucu kimi gedir. Kraxmal da vururlar ki, həcm böyüsün, yəni siz bir elə bilin ki, kraxmal yeyirsiniz. Kraxmal da sizin şəkər xəstəliyinə tutur, qan təzyiqinizi qaldırır və bunların hamısı əslində bu kraxmal şirin olmasa da şəkər kimi, ağ zəhər deyək də buna, ağ zəhər kimi bir şeydir. Necə deyim, həm asıllığa gətirir, içinə glutamat vururlar, içinə dadlaşdırıcı vururlar ki, uşaqlarınız ancaq bundan istəyir, ancaq deyir, ma kalbasa verir, ma sosiska alma, onu alma, bunu al. Belə şeylərə alıb yeməkdənsə də sizə deyim ki, gedib ən rahatı toyuq alıb yiyin, toyuq əti alın, sadə ət alın yiyin, yəni bunlardan alıb yemək lazımdır. Gedib belə bu günləri belə şeylərdən yeyə gətirib bunları ucuz sata bu zirt-zivili, bu atxot yeməkləri, bunların hamısıdır. Sosiskasıdır, onu kimidir. Yalandan, Amerikada cəmaət sosiskadan, hot-dogdan atqaz eləyir. Gətirib Gəncədə, Azərbaycanda, Bakıda cəmaətdə hot-dog sırıyırlar. Belə şeyləri görürəm. Biz dünyanın 3-cü ölkələrindənik, yəni atxot ölkələriyik, başa düşə bilmirəm. Strany Tretieva Mira. Yəni, 3-cü ölkələrdə gətirib elə bir şeyləri adamlara sırıyırlar, elə bir şeyləri gətirirlər ki, yəni dünyada gedib gördüyün şeyləri, 5 il, 10 il bundan qabaq gördüyün şeyləri gətirib Azərbaycana indi çıxardırlar. Hamı da düşür üstünə, bu belədir, bu keyfiyyətlidir. O meymun blogerlərə demək istəyirəm, az meymunluq eləyin, pula görə az hər yerinizi, necə deyim, hər yerinizi deyəndə belə biraz pis çıxır. Pula görə özünüzü satmayın, elə hər yeriniz kimi də bir şeydir.
Pula görə düşüb hər düşük şeyi reklam eləməyin. Başa düşürsünüz nə demək istəyirəm? Ona görə biraz diqqətli olmaq lazımdır. Sosiskasıdır, kalbasasıdır, nə bilim, bu pererabotka olmuş, emal olmuş ətlərdən uzaq gəzmək lazımdır. Ona görə ki, hər bir emal olan əti saxlama müddətini uzatmaq üçün içinə çoxlu ximiya, içinə çoxlu əlavələr, emulgatorlar, nə bilim, natriylər, nitratlar, o qədər şeylər qatılır ki, bunlar xarab olmasın. Və hardasa heyvan leş olanda, öləndə gətirib bu heyvanı gənə də ximiyalardan qatıb, bütün mikroorqanizmləri, təbii, zərərli, zərərsizini öldürüb, kalbasıya soxuşdurub, sosiskada və sümüklərdən, beləsə, bu sosiskalar mexaniki emal olunmuş sümüklərdən hazırlanmış sosiskadır. Kalbasalar da onu kimi. Bundakı çoxsu, hətta toyuq ətinin toyuğun, bax, qırmızı olsa da, bunu deyirəm, siz gedib səmimi də oxuya da bilərsiniz üstündə. Toyuq ətindən, toyuğun şıntır ətlərindən, toyuğun nə bilim atxod ətlərindən olur, hamısında üstünə yazılır və rəhləşdiricilə rəhləşdirilir bu. O qədər də natri, yəni duzdan, muzdan o qədər vururlar ki, axırda insan yeyə elə bilir superdir. Amma ta demir ki, bunun içində olan ximiyanla bunu qatışdırıb özünüzü zəhərləyib, özünüzü məhv eləməyin. Davam eləyək indi. İndi soklardan danışım sizə. Əslində belə bir soklarda heç bir vitamin qalmayıbdır. Heç bir vitamin də ola bilməz. Çoxsu konsentratdır. Və bunların hamısı yenə də qaynadılır. İçində olan vitaminlərdir. İçində olan nədirsə, yəni insana nə xeyri ola bilərsə də bunların hamısı məhv edilir. Sadəcə şəkər qatılır. Videolarda keçib baxa bilərsiniz. Azərbaycanda satılan sokları da alıb sizin üçün yoxlamışam. Baxa bilərsiniz ki, o sokların içində insanın bədəni üçün, insanın bədəni tanımadığı, rəfinə olmuş, ximiya olunmuş şəkərlər var, hansı ki, bədən tanımır. Sizə o bədənin dili olsa, Allah and olsun, əməlli başlı söhbət eləyərək oturub sizlə ki, bunları eləmə, bu problemləri mənim üçün yaratma. Ona görə ki, mən sabahsı günləri ağrıyanda əziyyətini sən çəkəcəksən. Yəni, bunların hamısı belə bir soklardadır. Görürsünüz, paketi rivinli soklardır. Bir də deyirəm, keçib videoya baxa bilərsiniz, hamısının içindən necə kif çıxır, necə konsentratdan əmələ gəlir. Bunları qaynadırlar. İlk öncədə hamı elə bilir ki, apelsin sokudur, alma sokudur, odur, budur, yığılır. Yəni, bunlar hamısı yığılır. Bağlı bir vakumda qaynadılır, konsentrat vəziyyətinə gətirilir. İçində olan vitaminlər hamısı ölür. Hamısı. İçində o vitamin ola bilməz. Nə firması deyəsiz deyin. Yadınızda saxlayın. Maştablı emal zavodundan sizə vitaminli təbii sok gələ bilməz. Hara olur olsun. Və şəkəri qatılır. Belə deyək də, konsentratla, sunan, sadə sunan, həll olunmuş sunan qaçdırılır, verilir ki, buna deyilir, təbii sokdur, organikdir, nə bilim budur, Santella, Santa Barbara adlar çıxardırlar özlərindən. Belə sokları uşaqlarınıza almayın. Belə məhsullardan uzaq gəzin. Sezon gələndə yadımıza sal, kompot pişirmək olar, kompot eləmək olar. Qışda deyəcəksiniz, kompotu hardan alaq? Suxafruktdan pişirin. Yəni, qurumuş meyvələrdən kompot pişirmək olar. Soklar hazırlamaq olar. Siz adicə özünüz bir məntiqlə düşünün də. Bir dənə fresh eləyin. Fresh deyəndə bir dənə bir apelsini sıxın. Bağlayın ağzını. Vakumla bankada bağlayın. Görün, o 1 il, 2 il durar heç orada. 1 il, 2 il, 3 il durur. Bunlar göyə sok. Siz elə bilirsiniz ki, sroku qutaranda aparıb bunların hamısını tulluyurlar. Ölmüşdü xan kişi. Heç kim aparıb tullamır. Bunlar gəlir zavoda. Zavodda şeylər silinir, nədir onun adı? Datalar. Yenidən data vurulur, əgər tezdirsə də. Və yaxud yenidən süzülür hamısı. Bir əldə qaynadılır, bir əldə pasterizasiya olur. Pasterizasiya əslində hər bir vitaminlərin öldürülməyi deməkdir. Hətta onu da deyim ki, sizə südlərə də keçib baxa bilərsiniz. Azərbaycanda südləri də almışam. Pasterizasiya olmuş südlərdə heç bir yalandan yazılan ki, o vitamin, bu vitamin yoxdur. Ona görə ki, o apredilyonla qızır, bunların hamısı məhv olur içində. Təbii, nə qədər ki, təbii məhsul
insanlar istəyəcək və təbii məhsula keçəcək, təbii məhsul tələb eləyəcəkdir. O qədər də satıcılar, istehsalçılar bunların hamısının borcudur və borcu da olacaqdır onları istehsal eləmək. Mən sizə nümunə Yeni Zelandiyanı gətirə bilərəm. Bağlı sərhədi olmayan bir ölkədə hər şeylər özləri istehsal eləyirlər və onların da əhalisi dastatıçıdır. Özlərinə görə, öz territoriyalarına görə özlərini də ki, sağlam yeməklə, sağlam ətlə, sağlam necə deyim, süd məhsullarıyla, soklarla, hər şeylərini özlərini təmin eləyirlər. Ona görə öz kommentarlarınızda, rəylərdə yazın. İndi mən sizə başqa məhsullardan davam edəcəm danışmağa. İndi sizə yoğurtlardan danışmaq istəyirəm. Əslində yoğurt alanda hamı elə bilir ki, vitamindir, kalsidir, yəni odur, budur. Bunların hamısını biz yeyirik, uşaqlarımıza alırıq. Bu barədə də Azərbaycanda satılan bütün yoğurtların hamısını aldım, yoxladım. İçində olan nə qədər şəkəri var, belə deyək də 50 qramlıq, 70 qramlıq yoğurtda necə ki, orada onun 20 qramı, 25 qramı, 100 qramda bir 20-30 qramı, 40 qramı şəkərdir bunların. Bunların hamısı ağ zəhərdir. Uşaqlarınızda, yadınızda saxlayın. Uşaqlarınıza alıb belə yoğurtları yedizdirəndə bir şeyi unutmayın ki, uşaqlarınız o şəkərə örgəşdikcə ağızlarının dadları itir. Ağızları başqa bir dada örgəşir. Yəni ağızları, bədəni, ağızları nə idi? Elə ağız da, bədən də. Bunların hamısı bunların mədə bağırsaqlarında problem yaradır. Bu yoğurtların alıb tərkibini oxusanız, gedib almamışım, mağazindən oxusanız və yaxud yuxarıda dediyim kimi videoya daxil olub, o videoda baxıb, orada nümunə bir-bir Azərbaycanda satılan bütün firmaların hamısından almışam, bir-bir yoxlamışam, bir-bir tərkibində nə qədər nişastası var, nə qədər şəkəri var, naqliyyatla, qaşıqlarla göstərmişəm, qramajla, hamısını bunların eləmişəm. Nəyə görə ki, biraz insanlar maarifli olsunlar. Və mən bunları eləyən ərəfələrdə də nə qədər şirkətlər ki, yazırdılar ki, onu sildirəcək sizə, belləyəcək, helləyəcək. Mən fakt hər bir videomda öz subyektiv fikrimi demişəm və dünya isledivatellərinin nəticələrinə gəlib çıxaraq bilmişəm ki, belə bir məhsulları alıb özünüz də yeməyinizə, uşaqlarınızı da yeməyinizə mən məsləhət görmürəm. Ona görə ki, bunların hamısı sonunda yadınızda saxlayın. İnsanlar sağlam qidalansın deyən yox, hansısa korporasiyalar böyük pul qazanılsın deyən fikirləşirilibdir. Yox, əgər istəyirsinizsə də bəli, kefir ala bilərsiniz, ya ev qatıq yeyə bilərsiniz. Qatığın içinə, nə bilim, özünüz düzəltdiyiniz mürəbbədən əlavə eləyə bilərsiniz və çalışın rəfinə olmuş qəndlərdən, rəfinə olmuş pesoklardan uzaq gəzin. Trasnikovu saxır alın, Trasnikovu şəkər alın. Azərbaycanda Trasnika nə deyirlər? Kommentarlarda yazın, yadımdan çıxıbdır. Yəni, belə bir də onu deyim, çox insanlar da elə bilir ki, fruktozalan o şirniyyatlardan da deyim, onlardan da əlavə eləyirlər. Tək rəfinə olmuş şirniyyatlardan yox, təbii şirniyyatçılardan. Amma onu da unutmayın ki, yəni meyvə şirinliyindən, fruktozalardan. Onların da çox istifadə olunması gətirir birinci, ikinci tip şəkər xəstəliyinə çıxardır. Ona görə təəssüflər olsun ki, xəstəliklər cavanlaşır, xəstəxanalar, necə deyim, özünüzü xəstəxana kliyenti eləməyin. İlk öncə özünüz elə təsəvvürünüzə gətirin ki, öz pulunuzla özünüz alıb özünüzü zəhərləyirsiniz. Təzədən gedib həmən öz pulunuzdan özünüzü müalicə də eləyə bilmirsiniz. Ona görə ki, xərci borcunu ödəmir də, belə ekonomik tərəfdən deyəyin. Keçin, bir daha deyirəm, baxın videolarıma, özünüzü maarifli eləyin, özünüzü aldatmağa qoymayın, marketlərin variantlarına aldanıb, hər şey bu ucuzdur, üstünə vitamin yazıb və istehsalçıların variantlarına uzanıb nəyinsə üstünə vitamin yazırlarsa da o deməkdir ki, o vitamin onun içində var. Mən bunu səmimi deyirəm ki, bir daha mövzunu qoyub mövzuya keçirəm. Belə yağların içində vitamin yoxdur. Onu mən əks yerinə sübut eləyən olsa yazsın mənə. İndi mən sizə belə mayonezlərdən danışım. Baxın, marketdə satılan mayonezlər Lüboy ölkəsindən fərqi olmayaraq. Marketdə satılan mayonezlər bilin ki, konkretni içində şəkəridir, necə deyim sizə, şəkərdir, uksusdur, emulgatorlardır, dağılmasın deyən kraxmaldır, modifikasiya olmuş kraxmallardır. Çox vaxtı ucuz, lap ucuz, keyfiyyətsiz atxot yağlardır.
yağlarla qarışdırılıb emal olunmuş. Bunların içində əslində yumurta olmalıdır, heç yumurta da yoxdur. Yumurta olmalıdır, yumurta yoxdur. Xardal olmalıdır, xardal yoxdur. Bunların hamısını dadlaşdırıcılarla, ximiyalarla gətirib, napalnitillərlə bizi belə şeyləri yedizdirib, zəhərləyib olmaz. Olmaz. Siz onu bilin ki, horekalarda, restoranlarda, şənlik evlərində belə mayonezlər, smetanlar hamısı hardan gəlir? Hamısı ən ucuzundan düzəlir sizə bu salatlar. Vedralarda gələnlər. Bunların hamısına diqqət yetirməlisiniz. Belə məhsullardan sizə tövsiyə eləmirəm istifadə eləməyə, uzaq gəzin. Və yaxud da dönərxanalarda mayonezini bol eləyin deməyin. Bunların hamısı sabahsı gün pis xolesterini qaldırır, yaxşı xolesteriniz yoxa çıxır və xəstəliklərə tutulursunuz. Əziyyət çəkirsiniz. Gələcəkdə də ki, bunların hamısı uzaq gələcəkdə yox, yaxın gələcəkdə. Yaxın gələcəkdə. Hər bir yerinizdən bir xəstəliyiniz çıxanda, bir haranızsa ağrıyanda bilin ki, hamısı qidadan gəlir. Bir daha təkrar edirəm. Belə mayonezlər 1990-cı ilə qədər heç bir fast foodda, dünyada nə McDonald's-ında, nə Burger King-ində, nə o birisində, nə bu birisində istifadə olunmuyubdur. Hamısı özləri düzəldirlər. Sonra bir də deyirəm, korporasiyalar bunu gətirib çıxardıblar. Hətta McDonald's-lərdə, o birislərdə, bu birislərdə bütün yeməklər heyvan yağında bişibdir. Gözəl insanlar. Ona görə bunların hamısını sizdən xahiş edirəm, diqqət yetirin. Kanalıma abunə olun, like verin. Telegram kanalıma keçin. Orada kitabı öz takipçilərim üçün pulsuz paylaşacağım Telegram kanalımda. Əldə eləyib, hər marketə gedəndə telefonunuzda açıb belə baxıb, biləcəksiniz ki, bunun tərkibində nədir, bunu hasından almalıyam, necə almalıyam, necə eləməliyəm. Ona görə də inanıram ki, videom xoşunuza gəldi. Və çalışacağım daha çox informasiya paylaşım. Mən biraz belə impulsivni, belə necə deyim, agresivni yox, belə etirazlı danışdığıma görə mən xəsiyyətim budur. Yalançılıq, haqsızlıq görən bir yerdə dözmürəm. Mənə girib kommentarilərdə yazanlar ki, mən hansısa kimisə reklam eləyirəm, mən heç kimi heç nəyə reklam eləmirəm, eləməmişəm də. Və əgər istəyirsinizsə də daha çox məlumatlar, mən dediyim kimi, keçən bu yaxınlarda videoda çəkdim ki, daha Azərbaycandan bura məhsulları da, Azərbaycandan məhsulları alıb gətirmək üçün, bunun üçün dəstək lazımdır. Dəstəyinizə görə də sağ olun, abunə olun, like verin, kanalımız böyüsün ki, mən bilim ki, həqiqətdən maraqlıdır və bu dəstəyi sizin hesabınıza, sizin şotunuza bu dəstəyi yığım, kanalımız böyüsün. Azərbaycandan məhsulları alıb gətirib müstəqil laboratoriyalarda yoxladım, sizə bunların hamısından danışım. Hamınızı öpürəm, bağrıma basıram, like verib abunə olmağınızı unutmayın. Bir daha deyirəm, bir də Telegram kanala da keçin, orada hamınızı gözləyəcəm.